Qazaxda faciəvi hadisə baş verib. Bilmirəm, bu üstlər olsun ki, bu səpkili xəbərləri çox təqdim eləmiş olduq. Təkcə həm də boğulma hadisəsi yox, həm də bir neçə şəxsin, eyni ailədən olan bir neçə adamın eyni vaxtda həyatını itirməsi xəbərini deyirəm. Hadisə, qeyd edim ki, Qazaxda Cəfərli kənd sakinlərinin olduğu və həyatlarını itirdiyi hadisədən gedir söhbət. Ata və qızı göldə boğulublar. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər. Qazaxda 2 nəfər göldə boğulub. Hadisə rayonun Cəfərli kəndində yerləşən Ağstafaçay su anbarında qeydə alınıb. Rayonun Canalı kəndində yaşayan Xəlilovlar ailəsi istirahət üçün Cəfərli kəndindəki gölün kənarına gediblər. Məlumata görə əvvəlcə ailənin kiçik övladı sürüşərək gölə düşüb. Ardınca böyük qız bacısını xilas etmək üçün gölə atılıb. Bu zaman onların atası Rafael Xəlilov uşaqlarını xilas etməyə çalışıb. Nəticədə ata balaca qızını xilas edə bilsə də, özü və böyük qızı Rəvani Xəlilova suda boğulub. Orada elə bil ekskavator qazıbmış, dərin yer var imiş. 6 metr dərinliyi var. Oraya düşüb daha çıxamıyor. Bu balaca yürü gəlib, orada yiyib-içən çox imiş lan, zahamat istirahati. O kənd uşaqları, Cəfərli uşaqları girib, bu uşağı tapırlar, atasını biraz geç tapırlar. Ata və qızının meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.